قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم ولله على الناس حج البيت من استطاع إليه سبيلا ومن كفر فإن الله غني عن العالمين صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, Allah bu ayda, bu günlərdə etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları uca Rəbbimizə əl açaraq onun dərgahına etdiyimiz bütün dua və hacət və mətləbləri bizdən ali dərəcədə qəbul eləsin inşallah. Allah qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni, paxıllığı, pisliyi uzaq eləsin. Qəlbimizi iman nuru ilə nurlandırsın və dövrümüzün, zamanımızın sonuncu xilaskarımızın zuhurunda təcil eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, möminələr, səsimizi eşidən əzizlərimiz, bildiyimiz kimi müqəddəs ayın, mübarək bir günündəyik. Bildiyimiz kimi bu ay həcc ayıdır, zilhiccə ayıdır. Allah gedənlərə dübarə getməyib arzusunda, intizarında olanlara Allah öz beytini, Kəbə-i Müəzzəməni ziyarət etməyi nəsib eləsin inşallah. Bu ay həmi mübarək aydır, bugündəki cümə günüdür. Cümə günü də mübarək bir gündür, bərəkətli bir gündür, əzəmətli bir gündür. Bir sözlə bu ay əlamətlər gündür. Bugünkü mövzumuz da elə Zilhiccə ayının fəziləti, həcc, ərəfə və qurbanlıqla bağlı biz bu mövzu ətrafında danışacağıq. Amma bir şeyi qeyd edeyim ki, Allah Quran-ı Kərimdə bəzi günlərə, bəzi gecələrə, bəzi məkanlara and içib. Allahın andında bir hikmət var, səbəb var. Necə ki biz doğmamıza, əzizimizə dəyər verdiyimizə and içərik, qiymətli olan bir şeyə and içərik, Allah and içdikləri hər bir şeydə də bir hikmət dolu məsələlər var. Biz bəzən onun həqiqətini dərk edirik, bəzən onun fərqinə varırıq, bəzən varmırıq. Bu ayın elə adından bəllidir ki, Zilhiccə, həcc ayıdır. Bu aydan digər aylarda Allah evini ziyarət edəndə ümrə, kiçik həcc deyərlər. Amma mövsümü həcc ildə bir dəfədir. Və insanın həccətül-İslam, həccətül-təməttü ömründə bir dəfə yerinə yetirməsi, həm fiziki baxımdan, həm maddi baxımdan imkanı olub, getmə şəraiti olan insanlara gedib gəldikdə ailəsinin ehtiyacını ödəyəcək maddi duruma malik olduğu halda ömründə bir dəfə vacibat, namaz təki, oruc təki bizim boynumuzdadır. Amma biz bəzən əfsuslar olsun, elə İslam elə bildik ki, mənim dində olmağım, dindar olmağım namaz qılıb oruc tutmağımdan. Amma baxmış olsaq Firudinin digər bəndləri, məsələn, zəkatdır, xumusdur, əmr-i bimərufdur, nəhyəz münkərdir, təvəlladır, təbərradır, Allah dostu ilə dost, düşməni ilə düşmən, insanları yaxşılığa dəvət, pislikdən çəkindirmə. Bəzən bu bəndlərində əksərimiz süslük və tənbəllik, bəzilərimiz də heç ümumiyyətlə o istiqamətdə heç addım atmırıq. Bir sözlə bu ay həcc ayıdır və bu ayda əlamətlər, hadisələr var. Məhz elə bir neçə gün bundan öncə Zilhiccə ayının ilk günü İmam Əli əleyhissalamla xanım Zəhra salamullahi əleyhanın izdivac günü
il dönümü idi. Allah bütün ailə quranların o ailə saadətini, subay olanlarasa xoşbəxt ailəyə nəsib olmağı nəsib eləsin inşallah. Və bu ayda əlamətdar günlərdən qarşıdan gələn günlərimiz var. Ərəfə günü var. İmam Hüseyn əleyhissalamın xüsusilə həmin gün xütbəsi var və Ərəfə günü haqqında işarə eləyəcək. Zilhiccə ayın bu ayın 9-cu günüdür. Xüsusi əməlləri var, orucu var, ibadəti var və 10-cu gün isə bizim tarixlə üst-üstə 27-sinə düşür inşallah ki, Allah ömürdən vəfa qılsa, məscidimizdə də səhər saatlarında elə bayram namazı qılarıq və xüsusilə qurbanlıq məsələsi, onun ardıca məhz İslam tarixində ən böyük, burada elm əhli olan alim Rəbbani qardaşlarım var, ustadlar var aramızda, bilirlər İdullahul Əkbər, Allahın böyük ayı adlanan qarşıdan vilayət bayramı, imamət bayramı, risalətin dinimizin tamamı, kəmalı günü olan Qədirxum bayramı qarşıdan gəlir. İnşallah ki, fürsətdən istifadə edib bunu da qeyd edirəm. Məscidimizdə də gələn ayın 6-sı inşallah ki, şam namazından sonra Qədirxumla bağlı tədbirimiz, məclisimiz olar və onun ardıca baxmış olsaq, İslam tarixində İslamın xristiyan və yəhudilər üzərində ən böyük tarixi qələbələrindən və Peyğəmbər Salavatullahın o mübahilə günü, Zilhiccə ayının 24-ü ki, qarşıdadır, Nəcran xristiyanları ilə Həzrəti Adəm əleyhissalamla Həzrəti İsa'nın yaranma məsələsindəki elmi münazirəsi, bəhsinin qələbəsi günüdür. Bir sözlə, bu ay əlamətdar hadisələrlə zəngindir və Allahdan diləyək ki, Allah bu günlərin haqqını əda etməyi hər birimizə nəsib eləsin inşallah. Qəlb əslində Allahın eşqi ilə döyünərkən o zaman insan rahatlıq tapır, huzur tapır. Biz ki, qeyd etdik, Zilhiccə ayının ilk günlərini yaşayırıq və xüsusilə bu ilk günün, 10 günün özünün çox əhəmiyyəti var. Əgər eləyə bilsəz, oruc tutasız bu günləri oruc olun. Qəza namazlarınız varsa, qəza namazlarınızdan qılın. Sədəqə verin. Bir sözlə, bu 10 gün insanın dirçəliş, ruhunun oyanışı və sözün həqiqi mənasında xüsusi İslamda ən önəmli günlərdəndir. Allah bəzi zamanları digər zamanlardan, başqa zamanlardan üstün etmişdir. Bəzi günlər var ki, həmin günlərdə edilən bir dua illərin qapısını açar. Bu bağlı qalan qapılar. İndi burada yüzlər insanların içərisində, istər ana bacılarımızın, istər siz qardaşların, ataların, bizi izləyənlərin arasında anonim sorğu versək, birinə bir ağ vərəq, bir qələm versək ki, kimin nə problemi var, sıxıntısı var, yazsın. Burada əminəm ki, problemsiz, sıxıntısız insan yoxdur. Biri maddi baxımdan sıxıntılı, biri işi ilə bağlı, biri canı ilə bağlı, biri malı ilə bağlı, biri ailəsi ilə bağlı, biri atası ilə, biri uşağının, bir sözlə hamının özünə görə bir problemi var. O bəzən görürsən ki, deyib gülən bildirməyənin, hiss etdirməyənin problemi o günlərlə elə hər gün danışıb elə bildirəndən daha çoxdur. Bəzən o böyük iradəli insanlar, əzimli, möhkəm insanlar elə hər sıxıntını hər qabağına gələnə də danışmır, hər adama da söyləmir. Bir sözlə, bəzi gecələr var ki, bir göz yaşı belə insanın taleyini dəyişməyə qadirdir. Bir sözlə, Zilhiccə ayı da məhz elə həmin o aylardandır, həmin o bərəkətli günlərdəndir. Bu ay sadəcə təqvimdə sıradan bir ay deyil və bu ay sözün həqiqi mənasında təslimiyyət
aydır. Və baxmış olsaq, bu ay elə bir aydır ki, Həzrəti Musa əleyhissalam Tur-i Sinaya, Tur dağdır, Sina həmin o yerin, məkanın, yarımadanın adıdır. Bəzən Sina dağı deyirlər, bəzən Tur dağı deyirlər. Tur-i Sina ədəbiyyatda da keçir, dilimizdə də keçir. Bir sözlə Həzrəti Musa əleyhissalamın Allahla söhbət eləməyə getdiyi bir aydır. Bu ay o aydır ki, Həzrəti İbrahim əleyhissalam oğlu İsmailin əlindən yapışıb Allah yolunda qurbangaha götürüb aparıb. Bir sözlə bu ay o aydır ki, sonuncu Peyğəmbərimiz də Muhammed Mustafa sallallahu aleyhi və alihi və səlləm əmisi oğlu Əlinin əlindən yapışaraq məhz mən kuntu mavlahu fəhaza aliyyum mavlah, mən kimin rəhbəriyəmsə, kimin ağasıyamsa, əmim oğlu Əli də onun ağasıdır. Allahumma vali mən valah. Allah əmim oğlu Əli ilə dost olana sən də dost ol. Adi mən adah. Onunla düşmən olanla sən də düşmən ol. Allahumma ansur mən nəsərə. Allah ona kömək eləyənə sən də kömək elə. Allahumma xsul mən xəzələ. Onu xar etmək istəyəni sən də xar et deyə əlindən tutub bu duaları etdiyi bir aydır. Bir sözlə baxsaq, Həzrəti Musa gedib Allahla danışmağa, Həzrəti İbrahim əleyhissalam oğlu İsmaili götürüb aparıb Allaha yaxın olmaq üçün, sonuncu Peyğəmbərimiz İmam Əli əleyhissalamın əlindən yapışaraq ümməti Allaha yaxınlaşdırıbsa, bir sözlə bu ay o aydır ki, Allaha yaxınlaşmaq üçün hamı bu ayda hərəkət eləyib. Biz də o karvanı özümüzü qataq. Bu ayın ilk günləridir, bu ayın elə əvvəlləridir. İbadətimizdə, rəftarımızda, danışığımızda son dərəcə diqqətli olaq. Bir sözlə az öncə qeyd etdik bu ayın əzəmət və fəziləti barəsində Allah Teala Quran-ı Kərimdə Fəcr surəsinin 1-ci, 2-ci ayəsində buyurur Bismillahirrahmanirrahim Vəl-fəcr və ləyalin aşir. And olsun dan yeri sökülən vaxta, fəcr vaxtına. And olsun 10 gecəyə. 10 gecədən danışır. Bu 10 gecə hansı gecədir? Allah Teala bu gecəyə and verir. Təfsirlərdə məhz bu 10 gecənin Zilhiccə ayının ilk 10 gecəsinə aid olduğu deyilir. Çünki Zilhiccə ayının 1-dən 10-na qədər xüsusi hadisələr var. Digər Quran-ı Kərimin bir ayəsini də bu ayənin elə dediyim sözə təqviyyəti üçün söyləyəcəm. Allah Teala əslində hər şeyə and içmir. Quran-ı Kərimdə yerə and içib, göyə and içib, gecəyə, gündüzə və s. Amma onlardan biri də 10 gecə. Məhz həmin bu gecələr, bu yaşadığımız gecələrə and içib. Allahın and içdikləri şeyin arxasında böyük hikmətlər dayanır. Böyük səbəblər dayanır. Niyə Allah bu 10 gecəyə and içib? Sual vermiş olsaq özümüzə. Çünki bu 10 gün sözün həqiqi mənasında rəhmət günləridir. Allah istəyir ki, insanları bağışlasın, günahkarları bağışlasın. Axı o Ərhəmur Rahimindir. Bağışlayanların və mərhəmətlilərin ən mehribanıdır. Bu günlər dua günləridir deyə 10 gecəyə and içib. Bu günlər qəlbin yenidən dirildiyi günləridir. Günahdan uzaq olub Allaha daha yaxınlaşmaq üçün fürsət olan gecələr, günlərdir deyə Allah bu günlərə, bu gecələrə and içib. Bəzi insanlar illərlə yaşayır, amma özünü tapa bilmir. Baxırsan 50-yə, 60-a çatır, ancaq gəzir, danışır, amma soruşsan ki, bu 50 ildə, 60 ildə
dünya sənin üçün necə keçdi, necə dövr elədi, inan bəlkə də heç bir cavab söyləyə bilməz. Bir sözlə, bəzi insanlar illərlə yaşayır, amma özünü tapa bilmir. Elə hey nəyinsə axtarışındadır. Bəziləri isə bir gecədə belə Allaha dönür və həyatını dəyişir, talihini dəyişir. Ona görə niyə deyirlər? Bir saat təfəkkür, elmlə məşğul olmaq 60 il ibadətə bərabər ya üstün bəzi hədislərdə. Bu o mənaya gəlmir ki, ibadəti tərk eləyəsən. Bu o mənaya gəlmir ki, elə bir saat elmlə, təfəkkürlə məşğul olub ibadətdən uzaq. Yox, o mənada yox. O öz yerində olmalıdır. Amma təfəkkürsüz, elmsiz, nadanlıqla edilən ibadət insana fayda verməz. Yəni sən elə ibadətdə ol, ömrün boyu qeybət elə. İbadətdə ol, ömrün boyu məkirli, insanlar barəsində belə deyib, bədgüman olaraq və ibadətin səni gözündə səni ucatsın, özü böyük biləsən, ibadətinlə təkəbbürə varasan. Çünki namaz nərdivan kimidir. Nərdivanla həm quyunun dibinə düşmək olur, həm də yuxarı qalxmaq olur. Bəzən o məlun şeytan gözəl əməli gözündə elə gözəlləşdirib, özün xəbərin olmadan belə, o şirk-i xəfi deyirlər də, gizli, özün də hiss eləmədən səni azdıra bilər. Məsələn, bəzən səsin yaxşı ola bilər namazda, deyəsən, maşallah, məndən yaxşı namaz qılan yoxdur. Səcdələrin biraz uzun ola, yanında biri tələm-tələsi qılanda, deyəsən, onun namazı haram, mənim namazım haram, mən gözəl namaz qılam. Bu sözlər səni quyunun dibinə salar. O savab kimi görünən əməli sənin əlindən alar aparar, uçuruma aparar. Ona görə bir sözlə Allah Taala bu gecələri bizə dəyişmək üçün möhlət verir. Ömrümüzdən şans verilən gecələrdir. Çünki hidayət zamanla deyil, qəlblədir. Bəzən ola bilər ki, uzun-uzadı, məsələn, zaman keçsin, bir insan düzələ bilməsin, bir insan hidayət tapa bilməsin. Mühüm olan insanın qəlbidir. O, bəzən bizim dilimizdə söz var, deyir, ürəyin təmiz olsun. Əslində bu düz sözdür, amma bəzən başqa cür bunu başa düşüblər. Yəni, ürəyin təmiz olsun, yəni namaz qılma, ürək təmiz olsun, Allahın əmrlərini eləmə, ürək təmiz olsun, yox. Amma o gözəllik, əgər Allah sevgisi bir qəlbdə sözün həqiqi mənasında məskən salarsa, yer edərsə, o qəlb gözəl olar. Amma ibadətlə yanaşı qəlbi hələ də təmizləməmsənsə, çirkabla doludursa, bu bəzən zahiri görüntü ola bilər. Bir sözlə, Quran-ı Kərimdə Həzrət Musa aleyhissalamın həmin məhz bu 10 gecə ilə bağlı Tur-i Sinada Allahla söhbəti, o məşhurdur Əraf surəsinin 142-ci ayəsində və va'adna Musa salasinə leylətən. Biz Həzrət Musaya 30 gecə vəd verdik və ətməmnaha bi'əşr. Sonra onu 10 gündə tamamladıq. Təfsirdə qeyd olunur, həmin 30 gecə Zilhiccə ayının bir ayın gecəsidir. Ay tamam olub ki, Zilhiccə ayının, Zilqədə ayı. Zilqədə ayı Zilhiccə. Təqvimdə aylar bu cür gəlir. Zilqədə ayı, ardıca Zilhiccə. Deyir, biz Həzrət Musaya 30 gecə vəd vermişdik. Həmin bu 30 gecə Zilqədə ayıdır. Zilqədə ayının ardıca da və ətməmnaha bi'əşr. Onu biz 10 gecədə tamamladıq. O da Zilhiccə ayının bu həmin ilk 10 gününə aiddir. Deməli,
fətəmmə miqatu rabbihi 40 leylətən. Həzrət Musanın Allahla söhbəti, danışığı 40 gecədə tamam oldu. Deməli, 30 gecə Zilqədə ayından, 10 gecə də Zilhiccə. Elədi nə qədər? 40. Və 40 əslində kamillik rəmzidir. Məhz baxmış olsaq, gecə namazında 40 möminə dua edirik. Dünyasını dəyişənə 40 məclisi veririk. Sonuncu Peyğəmbər Salavatullah və ondan öncəkilər 40 yaşında Peyğəmbərliyə çatıb. Bir sözlə baxmış olsaq, bu 40 ilə bağlı ana bətnində uşağın formalaşması, dəyişməsi də 40 ilə bağlıdır. Və hədislərdə var, əgər birinin təşriq cənazəsində 40 mömin iştirak eləyə və orada 5-ci təkbirdə belə bir ifadə keçir ki, Allahümmə inna la na'lem minhu illa xeyra. Allah bu öləndən, bu mərhumdan, indi xanımdırsa ona müraciətdə, bundan biz yaxşılıqdan başqa bir şey görməmişik. Yaxşılıqdan başqa bir şey bilmirik. Hədislərdə qeyd olunur ki, əgər 40 mömin bu ifadəni işləsə, bu şəhadəti söyləsə, Allah deyər ki, mənim bəndələrim, mən sizin bu şəhadətinizi sizdən qəbul edirəm və bunun da edib sizin bilmədiyiniz günahlarda mən keçirəm, mən bağışlayıram. Ona görə bu 40 ilə bağlı Ərəb surəsində də qeyd etdiyi 142-ci ayətdə qeyd olunur. Bir sözlə Həzrət Musa əleyhissalam Tur dağında, Tur-i Sinada əslində dünyadan uzaqlaşdı. Səssizliyə çəkildi. Çünki Allahla danışmaq üçün əvvəl insan dünya səsini azaltmalıdır. Bu səsküydən uzaqlaşmalıdır. Çünki bu səsküy, bu dünya işləri Allahdan insanı uzaqlaşdırır. Bugün baxmış olsaq, insanlar çox danışır. İndi burada xütbədir, ədəb, ehtiram əlaməti olaraq sakit qulaq asırsınız. Amma cəmiyyətdə bizim qarşılaşdığımız budur ki, insanların danışması susmasından çoxdur. İş bir yerə gəlib çatıb ki, insanlar artıq dinləməyə belə hövsələsi çatmır. Uzun uzadı danışıqları dinləmir. Görsən elə söz adamın ağzında qalır, uşaq da adamın sözünü kəsir, böyük də adamın sözünü kəsir. Yəni, kəm hövsələlik. Bugün baxmış olsaq, sosial platformalarda, məsələn, bu xütbələr ki edilir, Allah alimlərə, müctəhidlərə, dünyasını dəyişənlərə, rəhmət qalanlara bərəkətli ömür versin. Bu danışıqlar müəyyən platformalarda qalır. Hansılar ki uzundur, statistikaya görə onun baxış sayı azdır. Hansının ki vaxtı azdır, onun baxış sayı çoxdur. Yəni bu günləri baxırsan hardan hara? 15-dən 7-yə, 7-dən 4-ə, oradan 2-yə, indi heç dəqiqəni də elə əvvəlinə biraz ta sözün axırına çatmağa insanların hövsələsi qalmır, vaxtı qalmır. Bir sözlə, bugün insanlar çox danışır, amma az düşünür. Baxmış olsaq, telefonlar dolur, amma qəlblərsə boşalır. Yəni, görürsən insan insanla söz danışmaqdansa, telefonda olmağı, virtual aləmi daha çox üstün tutur. Günümüzün ən böyük bəlalarındandır. Məsələn, həm yaşıdlar, dostlaşınalar, yaşın fərqi yoxdur. Elə 7-dən 77-yə telefon işlədə bilən, gözü telefona baxıb mesajı, paylaşımları görə bilən insandan söhbət gedir. Görürsən, bir yerdə otururlar, neçə vaxtı məsələn deyirlər görüşək, o deyir sən vaxt elə, bu deyir sən vaxt elə. Bir sözlə, bir gün onun vaxtı olmur, bir gün bunun. Artıq 1 ay, 2 aydan sonra əl-qistə, əl-qərəz, ortaq fikrə gəlirlər, 4 dost, 5 dost bir yerdə görüşürlər. Salam, nə var, nə yox, o deyir, hə, çox sağ ol. Telefon əlində, gözü orada, hərdən birini eşidir, birini. 2 aydır
o ona yazır ki, görüşək. Bu deyir ki, görüşək. Amma görüşün sonunda da heç biri ürək eləyib telefonu bir kənara qoya bilmir. Telefon əldə, sən orada danışırsan. Elə o danışanda sən də baxırsan. Yəni ki, görürsən o elə danışa-danışa ta axara düşürsən də elə. Bir sözlə, əslində telefonlar çox dolur. Amma qəlb isə bəzən boşalır. Bəzən insanlar bir-biri ilə həm söhbətdən uzaqlaşır. Məsələn, zamanında görərdin, məhəllədə qonşu ilə çıxardı, söhbət eləyərdi, məhəllədə danışardı. İndi bu şeylər tamamilə get-gedə uzaqlaşır. İnsan bəzən hər kəsdən uzaqlaşıb özü ilə danışmalıdır. Çünki vicdanı ilə üz-üzə qalanda insan öz vicdanının səsini dinləyəndə düzəlir. Bəzən elə özümüzü tapmağımız tənhalığımızda baş verə bilər. Yəni, tənhalıq həmişə pis bir şey deyil. Bəzən ola bilər ki, elə bir insanın özünü tapması məhz elə tənhalığında baş versin. Bir sözlə, bu ayətdən məlum olan budur ki, bu ayədən çıxan mesajlardan biri budur ki, ilahi yaxınlıq səbr istəyir. Yəni, Allaha yaxınlaşmaq üçün sən ilk öncə səbr sahibi olmalısan. 2, Allahla danışmaq üçün insanın qəlbi təmiz olmalıdır. Təmiz bu mənada ki, sən kinlə, küdurətlə, paxıllıqla, bu kimi qəlbində olan bu hallarla sən Allaha yaxınlaşa bilməzsən. İnsan bəzən dünyadan uzaqlaşaraq özünü tapır. Əslində, hər yüksəlişin arxasında ibadət və səbr var. İnsan mənəvi cəhətdən yüksəldikcə onun səbri də, onun ibadəti də artmalıdır və çoxalmalıdır. Bir sözlə, İmam Əli əleyhissalamdan belə Nəhcül Bəlağədə bir kəlam var. Həzrət buyurur, mən əsləhə ma beynəhu və beynəllah, əsləhəhullah ma beynəhu və beynənnas. Kim Allahla öz arasını düzəltsə, Allahla öz arasını yaxşı eləsə, Allah da onun insanlarla arasını düzəldər. Yəni, bizim insanlarla xoş rəftarımız, gözəl davranışımız əslində Allahla bizim öz aramızı düzəltməyimizdən asılıdır. İnsan nə qədər Allahla olarsa, aram olarsa, ruh rahat olarsa, əmin ol ki, insanlarla da gözəl rəftar eləyəcəksən. Allahdan uzaq düşməklə insan görsən gərginlik içərisində olur, stres içərisində olur, daima insanlarla elə problem yaşayaraq həyat sürür. Və bu ay qeyd etdik ki, həcc ayıdır. Bizim artıq öz vətənimizdən də vətəndaşlarımız da, möminələrimiz də yola düşüblər və Allah onların da ziyarətlərini qəbul eləsin, sağ-salamat vətənə dönsünlər, qayıtsınlar və bir şey də qeyd eləyək ki, bəzən mövsümü vaxtlarda həmin mövsümə aid olan ziyarətlərin, ibadətlərin yerinə yetirilməsi ilə bağlı bəzən xüsusi sanki elə bil ki, qruplar mı yaradılır, müəyyən toplum mu, müəyyən belə deyək də qara piyarlara başlayırlar. Onlardan biri də məhz elə bu həcc mövsümü vaxtıdır. Görsən, ildə bir dəfə bu eyni mövzunu hər il qarşılaşırıq ki, məsələn də ora getdi, məsələn neçə min həccə verdi, amma burada onu xərcləmədi və yaxud da ki, nədən ora gedir, heç burada etmir. İlk öncə bir şey bilək ki, bu Allahın əmridir. Allahın əmrini yerinə yetirmək maddi və fiziki cəhətdən imkanı olan hər kəsin boynunun borcudur və vəzifəsidir. Əgər bir kəs Allahın əmrini yerinə yetirirsə, o öz inancına
öz dininə sadiq olaraq bunu edir. Amma biz nədənsə həmin o düşüncədə olan insanlar, heç il boyu başqa ölkələrə istirahətə gedənlər, müəyyən belə deyək, əyləncə yerlərdə pul xərcləyənləri nədənsə hədəfə almırıq. Onların maraq dairəsində olmur. Amma Allah yolunda bir qədəri pul xərcləyəndə dünya bunların başına çökür və narahat bir halda. Birincisi, o gedənin ehtiyaclı insanlara kömək edib etmədiyini bilmədiyimiz təqdirdə onları mühakimə etmək bizə düşməz. Və ikincisi də ki, hər kəs öz əməlinə görə qiyamət günü Allah qarşısında cavab verəcək. Ona görə hər kəs öz əməlini düzəltməyə çalışsa, Allaha salih bəndə olmaq üçün addım atsa, o daha gözəl olar. Çalışağın ömrümüzü başqalarının bizim dünya və axirətimizə faydası olmayan, bilmədiyimiz məsələlərinə görə ittiham edib günahla ömrümüzü keçirməyək. Ömrümüzü öz əməlimizlə məşğul olaraq gözəlləndirməyə, çiçəkləndirməyə sərf edək. Bir sözlə bu ay qeyd etdik, həcc ayıdır. Əslində bu dünyada zaman keçdikcə, vaxt keçdikcə, ömür getdikcə insan bilir ki, bir gün bu zamanın da vaxtında sonu var. Bir gün bitəcək. Amma əslində həcc bizim birlik məktəbimizdir. Allah yanında üstünlük yalnız təqva ilə ölçülür deyə bəzən görürsən elə zəngin insanlar olur ki, maddi cəhətdən həcc onların boynuna gəldiyi halda belə, amma onlar o hökmdən boyun qaçırır və onu icra eləmir. Əslində o ehram ki var, dünya paltarımızı çıxardırıb ağ uniforma ki geyinni, o əslində bizə ölümü xatırladır, kəfəni xatırladır. Dünya malının sonunda elə burada qalıb, əgər qismət olsa özümüzlə apara biləcəyimiz, o da qəbrə qədər də ağ parça, bez, kəfən olacağın işarəsidir. Yəni, bir rəmzi mənada da ki, yəni, bu ağdır, ağ geyinirsən ki, Allah, sən məni dünyaya günahsız ağ vəraq kimi, parça kimi xərq eləmisən. Mən günahlarımı başa düşmüşəm, indi gəlmişəm bunu geyinəm, təzədən o vaxta qayıtmaq istəyirəm. Təzədən mən istəyirəm ki, günahsız bəndələrin sırasında olum. Həcc əslində, belə deyək də, insanların bir yerə yığışaraq, müsəlmanların bir-birindən xəbərdar olacağı bir vahid bir yerdir, məkandır, coğrafi mərkəzdir. Ona görə bu mənəvi tərəflərini düşünmək lazım və bu gündə, bu ayda eyni zamanda Ərəfə günü qeyd olunur və Ərəfə sözün həqiqi mənasında insanın ruhunun dirçəlişi, Rəbbinə yaxınlaşdığı bir gündür. Əl-Bəqərə surəsinin 198-ci ayəsində uca Rəbbimiz buyurur: "Fəiza əfəstum min Arafat fəzkurullah." Ərafatdan qayıtdığınız zaman Allahı zikr edin. Hətta hədislərdə var. Peyğəmbər sallallahu buyurur ki: "Əl-həccu Arafətun." Həcc elə Ərəfədən ibarətdir. Yəni sonuncu əməllər, qurbanın kəsilməsi, başın qırxılması, həlq olması, təqsir məhz orada baş verdiyinə görə sonuncu Ərəfədəki əməllə insan ehramdan çıxır deyə Həzrət buyurur, elə həcc Ərəfədən ibarətdir. Əslində dua qəlbin Allahla danışmasıdır. Yəni insan dua eləyəndə Allahla danışır. Ona görə məsumlarımız bizə tövsiyə eləyib ki, dua edən dilin olsun. Yəni, əgər sən dua eləyirsənsə, deməli Allahla danışırsan. Bəzən görsən eləsidir, içimdən dua gəlmir, heç ümumiyyətlə dua eləmək istəmirəm. Bu hallar xoşa gəlməz hallardır. Bir sözlə, tövbə ruhun yumşalmasıdır. İnsan tövbə eləyəndə artıq ruh yumşalıb ki, sən Allaha dönüş qayıdış etmək istəyirsən. Ərəfə bir ümid qapısıdır, bir qayıdış qapısıdır və
insanın Allahla rahat olduğu bir gündür. Allah o günün orucunu və ibadətini hər bir kəsə bizlərə də nəsib etsin inşallah. Və bu ayda qeyd etdik da mövzular, həm də bu ayın əlamətlər günləri çoxdur deyə mən xülasə müxtəsər edirəm. Əslində biri də qurbanlıqdır inşallah ki, qurban günü daha geniş, daha ətraflı danışacaq və təbii ki, hər il ənənəvi olaraq məscidimizdə də qurbanlar kəsilir, qəsəbəmizdə olan yoxsul, imkansız, az təminatlı ailələrə paylanılır. İnşallah Allah ömürdən vəfa qılsa bu ildə həmin adət-ənənə üzrə davam edərik. Burada bir şey də qeyd edim ki, əslində bizim kəsdiyimiz qurbanlara Allahın ehtiyacı yox, o tökdüyümüz qanlara ehtiyacı yox. Amma bu bir Allahın əmrinə itaət ünvanıdır deyə yalnız bizim təqvamız Allaha çatacaq. Ayətdə buyurur Həcc surəsinin 37-ci ayəsində "Lən yanalallaha luhumuha və la dimauha." Qurbanların nə əti, nə qanları Allaha çatmır. "Velakin yanaluhu at-taqva minkum." Lakin Allaha çatan sizin təqvanızdır. Yəni bu əməli təqva üzərindən edərək Allaha yaxın olub insanlara mərhəmət duyğusunu göstərərək Allahın o savablı bir əməlini, işini görərək o missiyanı yerinə yetirməkdir. Bir sözlə Allah bizdən nə qan istəyir, nə də ki o əti istəyir. Yalnız bizdən gözəl qəlb istəyir və o gözəl qəlblə bu işi görmək Allahın əmrinə itaət mənasına, anlamına gəlir. Bir sözlə möhtərəm cəmaatımız, bu ay əzəmətli bir aydır. İnsanın yaxınlaşması üçün möhlət verilən aylardandır. Allah bizi uca Rəbbimizin həqiqi bəndələrindən olmağı hər birimizə nəsib eləsin. Və qeyd etdiyim kimi inşallah həm Qurban bayramı, həm də ki qarşıdan gələn Qədirxum bayramı ilə bağlı məscidimizdə tədbirimiz olacaq və qardaşlarımız, əzizlərimiz elan paylaşılacaq və Allah o günləri görməyi, dərk eləməyi, o günün savablı əməllərindən faydalanmağı hər birimizə nəsib eləsin inşallah. Son olaraq bir şeyi qeyd edeyim ki, əslində qurbanlıqda yoxsul, imkansız insanları sevindiririk. Bu ildə bir dəfə olmamalıdır. İmkanı olan, imkanı çatan hər kəs elə ilin bütün günü yoxsul, imkansız insanları sevindirməyi bacarmalıdır. Və əgər maddi cəhətdən onu sevindirə bilmirsənsə, bari çalış insanların qəlbini qırma. Çünki gözəl söz özü belə, təbəssüm özü belə sədəqədir. Yəni, məsum imamlarımız, Allah dostları insanların qəlbinə o təbəssümü ilə, o gözəl xoş sözləri ilə belə məlhəm olublar, mərhəmət duyğularını bildiriblər. Ona görə bir insanın yükünü yüngülləşdirmək elə bir sözlə də ola bilər, bir təbəssümlə də ola bilər, bir dua ilə də ola bilər. Ona görə gəlin bu ayda, Zilhiccə ayında artıq qarşıdan Məhərrəm ayı gəlir, Əza ayı gəlir. Bir sözlə qəlbimizi bu ayda Allaha, Quran və Əhl-i Beyt ilə yaşadaraq pak və təmiz edək. Allahdan diləyək, Allah etdiyimiz duaları bizlərdən qəbul eləsin inşallah. Bu söhbətləri qəlbimizdə, ruhumuzda təsirli söhbətlərdən qərar versin inşallah. Allahım, bu Zilhiccə ayının bütün savablı əməllərindən və ibadətlərindən faydalanmağı hər birimizə nəsib etkinən. Allah dərgahında etdiyimiz bizim xeyrimizə olan bütün duaları bizdən qəbul etkinən. Allah İslam və müsəlmanların izzətini günü-gündən artırginən.
Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar et cinən. Allah bu təkəbbürlüyü bizdən və bizi sevən hər kəsdən uzaq et cinən. Allah dilimizdən La ilahə illallah, Muhammedun Resulullah, Aliyyun Veliyullah kəlmələrini alma cinən. Allah ölərki günədək bir göz qırpımı belə bizi bu yoldan, sırat-el müstəqimdən ayrı salma cinən. Allah bizi Qur'anı oxuyub, Qur'ana həqiqi əməl edənlərdən qərar ver cinən. Allah qəlbimizi Qur'an nuru ilə nurlandır cinən. Allah sən rəhmansan, rəhimsən, cümlə günahlarımıza qələmi əfvi çək cinən. Allahım cümlə şəhidlərimizə rəhmət et cinən. Qazilərimizə acil şifa ol, mərhəmət et cinən. Allah əsgər balalarımızı, övladlarımızı, qardaşlarımızı ağla gələr gəlməz xəta bəlalardan amanda saxla cinən. Allah iltiması dua edənlər, müşkülləri, hacətləri biri zəng vurur, biri mesaj yazır. Sizə, bizə müşkülü olanlar, biri ailəsi ilə bağlı, biri uşağı ilə, atası ilə, anası ilə. Büsbütün Allah o dua istəyənlərin nə hacət, nə mətləbi varsa Allah onların hacət və mətləblərini rəva etkinə. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə üç ucalı Muhammedi səlavası kilələr. Kərbəlayı qardaşımız zəhmət çəkdi, salavat çəkdi və qardaşlar da illərlə xidmətdədirlər, zəhmət çəkirlər. Həmin maşınların üzüm üçündə əziz qardaşlarımızın xidmətləri var. Ümumən məscidimizin təmir və bərpa işlərində bugünkü gün belə maddi dəstəyini əsirgəməyənizlərin, özlərinin səlamətliyinə, dünyasını dəyişənlərin ruhlarının istirahətçiliyinə salavat çəkir. Allahümme salli